Selamlar əziz Türk milləti və dəyərli Azərbaycanlılar. Hər birinizi xoş gördük. Bildiyiniz kimi savaş başladı və artıq savaşın ikinci günündəyik ki, Amerika və İsrail İranın hər yerini şiddətli bir şəkildə bombaran edirlər və savaşın elə birinci ləhzələrində Xameneyi öldü və demək olar ki, həm Güney Azərbaycan, Türk milləti, İran və bütün bölgə xalqları bir diktatorun əlindən qurtulmuş oldu və xəlas oldu. Ona görə də vətənimiz və bütün ölkə demək olar ki, yeni bir tarixi mərhələyə addım qoyubdu. Bu mərhələdə əlbəttə ki, Güney Azərbaycanın və bütün Türk millətinin müqəddəratı bizim birinci dəğdəğəmiz və qayğımızdır. Onun üçün biz Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq və Araz News olaraq təbii ki, digər təşkilatlar və fəallarla da davamlı istişarə halında tez-tez sizlərlə irtibatda olacağıq və çalışacağıq ki, bilgi və informasyon babında millətimizlə davamlı irtibatda olaq. Bu bağlamda da Araz News'un FM radiosu yaxında öz fəaliyyətini başlayacaqdır. Frekansı elan olacaqdır ki, biz bunu Araz News'dan da bildirdik. Əlbəttə Araz News'un onlayn radio yayını bir müddətdir ki, davam eləyir. Amma onu FM anteni üzərindən və frekanslardan da yaxında dinləyə biləcəksiniz. Ona görə də sizlərdən ricamız budur ki, həttəmən bir FM dalğası olan bir radio təhiyyə edəsiniz. Əlbəttə ki, bütün Türk millətinin və bütün Güney Azərbaycanın müqəddəratı bizim diqqət mərkəzimizdə olmalıdır. Millətimiz bu yöndə bütün gücünü, əməyini və enerjisini qoymalıdır, sərf eləməlidir. İstər millətimiz, istər milli hərəkətimiz və ya hakimiyyətin içində olan kadrlar. Amma burada çox önəmli bir məsələ ki var, o da Qərbi Azərbaycan məsələsidir. Qərbi Azərbaycanda terror yandaşları, terror qrupları ortaya çıxa bilərlər. Şəhərlərdə, kəndlərdə, bölgələrdə güvənsizlik, istiqrarsızlıq yarada bilərlər. Əsla və əsla şayələrə inanmamaq lazımdır, panik olmamaq lazımdır, həyəcana qapılmamaq lazımdır. Biliniz ki, Azərbaycan Milli Hərəkəti sizlərin yanınızda və arxasındadır. Azərbaycan Milli Dirəniş Təşkilatı və Araz News olaraq biz davamlı olaraq sizlərlə irtibatda olacağıq və lazım olan göstərgələri, göstərişləri verməyə çalışacağıq. Bizi Araz News'dan izləyin, Araz News radiosunu mütləq dinləyin, Araz News'un sosial media hesablarını mütləq dinləyin. Və birinci məsələ budur ki, əsla şəhərlərimizi və evlərimizi tərk etməməliyik. İndidən dirəniş hücrələrini cavanlar, gənclər, xalqımız öz aralarında, məhəllələrində, küçələrində, kəndlərində öz aralarında oluşturmaya başlamalıdırlar. Çünki ciddi bir mərhələyə addım atmış vəziyyətdəyik. Birinci məsələmiz vətənimizi, şəhərimizi, kəndimizi qorumaqdır. Asla evlərimizdən, şəhərlərimizdən, kəndlərimizdən çıxmayacaq heç bir şəraitdə və bütün bir millət olaraq, Türk milləti olaraq öz vətənimizi qoruyacağıq. Bunun üçün də kifayət qədər imkanlarımız da əmin olun ki, vardır. Bizimlə irtibatda olun, bizi izləyin. Çox sağ olun.